Salam, növbəti dərsimiz Azərbaycan ərazisindəki ilk tayfa birlikləri və dövlət qurumlarıdır. Artıq Tunc dövründən etibarən Azərbaycan ərazisində tayfa birlikləri və dövlət qurumları yaranmaqdadır. İlk öncə qeyd etməliyik ki, insanların yaratdığı ilk kollektiv ulu icmaidir. Bu, Avtopolit dövründə yaranmışdır. Daha sonra üst politdə qəbilə icması yarandı, ikinci növbəti kollektiv. Daha sonra erkən Tunc dövründə qəbilələr birləşərək tayfalar yaratdı. Orta Tunc dövründə isə tayfalar birləşərək tayfa ittifaqları yaratmış oldular. Eradan əvvəl 3-2-ci minliklərdə Azərbaycan ərazisində Naxç, Gərgər, Kuti, Lullubi, Turukki, Kaspi, Kadusi və Sul tayfa ittifaqları mövcud olmuşdur. İlk öncə başlayırıq Naxç və Gərgər tayfa birliklərində. Naxç və Gərgər tayfa birliklərinin xüsusiyyətləri dediyimiz kimi eradan əvvəl 3-2-ci minlikdə mövcud olmuşdur. Naxç və Gərgərin digərlərindən fərqli ən böyük xüsusiyyəti o idi ki, Naxç və Gərgər arazinin şimalında, xüsusilə Mir Qarabağ ərazisi mövcud olmuşdur. Naxç və Gərgər həmçinin Mesopotamiya ilə iki şəhərarası ilə iqtisadi mədəni əlaqələr saxlamışdır. Naxç və Gərgərdən savayı qalan bütün bu tayfa ittifaqları arazinin cənubunda, xüsusilə Urmiya gölü ətrafında olmuşdur. Və həmçinin də bütün bu tayfa ittifaqlarının, həmçinin dövlət qurumlarının digər oxşarlığı isə türk mənşəlidir. Kuti tayfa ittifaqı. Bunlar Urmiya gölünün cənub-qərbi ərazisində məskunlaşmışlar. Lullubi tayfa ittifaqı Urmiya gölünün cənub hissəsində məskunlaşmışlar. Turukkilər də həmçinin Urmiya gölünün cənubunda, Kaspi tayfa ittifaqı isə Xəzərdən sahillərində, Kadusi isə Qızılcan çayı axarları boyunca, Su da həmçinin Urmiya gölü ətrafında məskunlaşan tayfa ittifaqlarından biridir. Daha sonra isə gəlirik Azərbaycan ərazisindəki ilk dövlət qurumlarına. Azərbaycan ərazisində yaranan ilk dövlət qurumu Aratda dövlət qurumudur. Aratda dövlət qurumu eradan əvvəl 3-cü minilliyin birinci yarısında yaranmışdır. Urmiya gölü ətrafında olmuşdur. Türk mənşəlidir. Hökmdarı ensi rütbəsi daşıyırdı. Həmçinin Aratda dövlət qurumunda məclis deyilən bir məşvərət orqanı var idi. Lakin sonda xüsusilə məclisdə hərbi məsələlər müzakirə olunurdu. Lakin sonda əsas qərarı hökmdarı verirdi. Və Aratda dövlət qurumu Şumerlərlə əlaqələri olmuşdur, yəni Mesopotamiya ilə. Dini nazına görə Arat dövlət qurumu çox tanrılıqlı idi. Dini rəhbər, dini qurumun başçısı Maşmaş deyilən kahin adlandırılırdı və Aratda dövlət qurumu haqqında məlumat En Merkel və Aratda hökmdarı dastanında qeyd olunmuşdur. Azərbaycan ərazisindəki növbəti dövlət qurumu isə Lullubi dövlət qurumudur. Lullubi dövlət qurumu da türk mənşəlidir. Eradan əvvəl 3-cü minilliyin ikinci yarısında yaranmışdır. Lullubi dövlət qurumu padşahlar padşahı ləqəbini daşıyan İmaşqun yaratmışdır. Ən güclü başçısı isə Anubani olmuşdur Lullubi dövlət qurumunun. Anubani dövründə Lullubi dövlət qurumu ərazisi Urmiyadan Diyala çayına qədər çatmışdır. Anubaninin ən güclü olduğunu isə biz daş üstün qələbə abidəsindən bilməkdəyik. Həmçinin dini nazarına görə Lullubi dövlət qurumu çox tanrılı olmuşdur. Akkad ilə mübarizə aparmışdır Lullubi dövlət qurumu. Akkad hökmdarı Naram Suyun dəfələrlə Urmiya gölü ətrafına Lullubilərin üzərində yürüşlər təşkil etmişdir. Lakin eradan əvvəl 3-cü minilliyin sonlarında Lullubi dövlət qurumu parçalanıb xırda vilayətlərə bölünmüşdür. Üçüncü dövlət qurumumuz isə Kuti dövlət qurumudur. O da Lullubilər kimi eradan əvvəl 3-cü minilliyin ikinci yarısında yaranmışdır. Urmiya ətrafında, xüsusilə Urmiyanın qərb hissəsində. Kuti dövlət qurumunun ərazisi Urmiya gölündən İran körfəzinə qədər çatmaqda idi. Kuti dövlət qurumu da Lullubilər kimi, həmçinin Aratdalar kimi türk mənşəli olmuşdur. Kuti dövlət qurumu da Lullubilər kimi Akkadla müharibə etmişdir. Həmçinin Şumerlər, yəni Mesopotamiya ilə əlaqəsi olmuşdur. Kuti dövlət qurumu demokratik əsaslarla idarə olunurdu. Onlar da məclis fəaliyyət göstərirdi, eyni ilə. Dediyimiz kimi, Aratda da olduğu kimi, həmçinin Kuti dövlət qurumunda demokratik qaydalarla məclis keçirilirdi və hökmdar hakimiyyəti irsi deyildi. Hökmdarı ağsaqqallar seçildi Kuti dövlət qurumunda. Dini nazarına görə Kuti dövlət qurumu çox tanrılı idi. Kuti dövlət qurumu dedik ki, Akkadla müharibə edib və Akkad-Kuti müharibəsinin yekunu eradan əvvəl 22-ci əsrin əvvəllərində olmuşdur. Kutilər Mesopotamiyaya hücum edir, orada Akkadın varlığına son qoyurlar. Beləcə, eradan əvvəl 22-ci əsrin əvvəllərində Kutilərin Mesopotamiyada hakimiyyəti başlayır iki çay arasında. Bu dövrün xüsusiyyətləri, bu dövrdə Mesopotamiyada şəhərlər arası toqquşmaya son qoyulur.
Orada tikinti işləri aparırlar Kutilər. Həmçinin Kutilər Mesopotamiyanı canişinlərlə əməl idarə edirlər ki, bu da onların birinci və sonuncu səhvi olur. Belə ki, eradan əvvəl 22-ci əsrin sonunda Mesopotamiyadakı sonuncu Kut hökmdarı olan Tirkanı devrirlər. Bundan sonra Kutilərin Urmiya gölü hövzəsindəki əvvəlki nüfuzu itmiş olur. Kutilərdə eyni ilə Lulubilər kimi eradan əvvəl 3-cü minin sonlarına doğru parçalanıb xırda-xırda vilayətlərə bölünmüş olurlar. Baxınız, Lulub dövlət qurumu ilə Kut dövlət qurumu oxşarlığı, türk mənşəli olması, eradan əvvəl 3-cü minin 2-ci əsrdə yaranması, Urmiya gölü ətrafında olması, çox tanrılı olması, Akkadla mübarizə aparması. Bu, Lulub ilə Kut dövlət qurumunun oxşarlığı təşkil edir. Eradan əvvəl 2-ci minillikdən etibarən Aşur dövləti Urmiya gölü hövzəsində ətrafında hücumlar təşkil edir və bu zaman Azərbaycan tayfaları, xüsusilə Turukkilər Aşura qarşı mübarizə aparmaqda olur. Lakin eradan əvvəl 2-ci minin sonunda Aşur hökmdarı Adanirani dövründə Urmiya gölü ətrafındakı Azərbaycan tayfaların əraziləri işğal olunmağa başlayır və bununla da ilk tayfa birlikləri və dövlət qurumlarının mövzusunu bitirmiş oluruq. Ən əsası isə bunların hamısının, həm tayfa ittifaqlarımızın, həm də ki, dövlət qurumlarımızın hamısının türk mənşəli olmasıdır. Üstəgəldir ki, bütün bu hadisələr Azərbaycanın cənubunda cərəyan etmişdir. Niyə məhz Azərbaycanın cənubunda, Urmiya gölü ətrafında? Niyə məhz görəsən Azərbaycanın cənubunda, Urmiya gölü ətrafında ilk dövlətçiliyin əsası qoyulub, ilk dövlət qurumlarımız yaranıb? Bunun səbəbi oydu ki, dünyanın ilk sivilizasiyalarına olan Mesopotamiya cənuba yaxın olduğu üçün, Azərbaycanın cənubu da Mesopotamiya daim iqtisadi və siyasi əlaqələr olduğu üçün və Mesopotamiyadakı hadisələr də Azərbaycanın cənubuna təsir göstərmiş və burada da dövlətçiliyimiz əsası qoyulmuşdur.